Dünən Nasdaq indeksi ilə bağlı bir post paylaşmışdım. Burada formalaşan simmetrik üçbucaq bizə qiymətin dəstək xəttini qırarsa aşağı yönlü düşüş, müqavimət xəttini qırarsa yüksəliş yöndə qiymətin qalxacağını proqnoz edir. Mənim fikrimcə qiymətin aşağı yöndə qırılması baş verəcək. Buna əsasən dalğa nəzəriyyəsində bizim burada üçüncü dalğamız çox uzun bir üçüncü dalğa olub. Bunu da əsas deyim ki, 2025-ci ilin aprel ayından yaranan bu üçüncü dalğadır. Bir ildən çoxdur ki, bu dalğa yaranıb. Bu üçüncü dalğamızdır. Bu bizim 5-ci dalğamızdır. Və 3 ilə 5 arasında bir divergensiya var. Burada da görə bilərsiniz, 3 ilə 5 arasında divergensiya var. Və 5-ci dalğadan sonra ABC dalğası getməlidir. Bizim burada bir A dalğamız var. A dalğamız var. Və burada hal-hazırda B dalğası yaranır. Hələ tam təsdiqi yoxdur. Yəni B-dən ola bilsin ki, bu yenidən gəlib buradan düşə bilər. Ona görə tam təsdiq yoxdur B dalğasına görə. Və mənim fikrimcə qiymət dəstək zonasını qırıb bu səviyyə ki 28.189 dollar səviyyəsinə kimi, hətta bundan da aşağı düşmə ehtimalı var. Çünki A dalğasında 5 dalğa varsa tərkibində, C dalğasının tərkibində 5 dalğa var. Və bizi çaşdıran budur. Əgər və həmçinin bu B dalğası və burada görəcəksiniz 5-ci dalğaya çox yaxındır. Və bizdə bunu göstərir ki, bu 5-ci dalğanın tərkibində olan bir dalğadır. Əslində B dalğası bu qədər 5-ci dalğaya yaxın olmamalıdır. Ona görə də burada bir yanlışlıq olar düşünürəm deyə bu bizim hal-hazırda B dalğamızın içərisində olan dalğadır. Əgər qiymət gəlib baxın bu səviyyələri, birinci bu səviyyəni vurarsa və bu həm dəstək xəttini qırarsa, növbəti hədəf aşağı yöndə olacaq. Yox, əksinə olaraq qiymət yuxarı səviyyədə olan birinci bu səviyyəni qırarsa və ilk növbədə 30.321 səviyyəsini vurarsa, artıq burada struktur dəyişir və 5-ci dalğanın davamı olaraq, yəni uzadılmış 5-ci dalğa başlayacaq. Hal-hazırda növbəti həftəni gözləmək lazımdır. Qiymət hara gedir? Əgər burada yenə deyirəm, ola bilsin ki, bu 2-3 gün və yaxud da daha çox müddət bir həftə çəkə bilər ki, burada qırılma baş versin və yaxud da ki, bu kanal içərisində qiymətlər yuxarı və aşağı doğru getsin. İzlədiyiniz üçün təşəkkür edirəm.